burada deyirsiniz, bəzi məqamlar olur ki, ikinci qadına ehtiyac duyulur. Bax, bu məqamlar nədir? Burada problem nədə olur? Qadında nə yoxdur? Birinci qadında ki, ikinci qadına ehtiyac duyulur və yaxud da ki, belə deyək, yoxsa kişinin elə xarakterindəndir, kişilər doğuluşdan belədilər ki, bir qadınla yetinmirlər. Burada belə demək olar ki, əslində həyatımızın bir çox sahələrində bəzən nələrsə çatışmır, biz nəyisə ehtiyac duyuruq. O zaman adətən seçimimiz ikinci bir şəxs mi olmalıdır, yoxsa həmin şəxslə münasibətimizi düzəltməyə mi çalışmalıyıq? Niyə düzəltməyə çalışmır? Kişi tərəf düzəltməyə çalışmır, yoxsa qadın biraz boş verir orada? Adətən poliqam münasibətlərdə ümumiyyətlə qadının söz haqqı olmur. Yəni, səmimi davransaq, heç bir qadın istəməz ki, kiminsə ikinci həyat yoldaşı olsun və yaxud da ki, iki həyat yoldaşından biri olsun. Fərqi yoxdur, ikidir və yaxud da üçüncüdür. Yəni, bunu məncə səmimi etiraf etməlidir. Amma bəzən müxtəlif ölkələrdə var ki, poliqamiya məhz aristokratiyanın göstəricisidir. Həmin xanımlara sərf edir maddi cəhətdən ki, belə deyək, təminatı yaxşı olan kişinin həyat yoldaşı olsunlar. Bununla da həm uşaqlarının, həm də öz gələcəklərini təmin etmiş olsunlar. Bəzi cəmiyyətlərdə, belə deyək, qədim zamanlardan danışsaq, poliqamik münasibətlər lazım olub əsasən, yəni, belə deyək, tarlanın idarə edilməsində və s. ki, bir çox xanım, bir çox işçi qüvvəsi deməkdir, bir çox uşağın bir yerdə böyüməyi deməkdir. Lakin indiki müasir cəmiyyətdən danışsaq, daha çox təbii ki, buna maddi imkanı yaxşı olan insanlar poliqamik münasibətlərə girə bilirlər.